Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Aldamış Şəvakif povestinin təhlili ilə bağlı müxtəlif məqamlara baxacağıq. Keçək təhlilə. Baharın əvvəli idi. Novruzdan 3 gün keçmişdi. Bax, hadisələr yaz fəslində baş verir. Müstəjurdan əsərində də hadisələr yaz fəslində baş vermişdi. Novruzdan 3 gün keçmişdi. Şah Abbas günortadan 3 saat keçmiş, qəsrdə öz arvadı Səlma xatun ilə, həyat yoldaşının adı Səlma xatun idi. Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, Xacəbaşı Xacə Mübarək idi. Bu adları bircə-bircə əzbərləmək lazımdır. İçəri girib baş əyərək ərz elədi. Münəccimbaşı Mirzə Sədrəddin, münəccimbaşı bilirsiniz nədir? Ulduzlarla iş görən şəxs. Ümumiyyətlə yadınızda saxlayın ki, o dövrdə hər bir hökmdarın fala baxıcısı olurdu. Ulduzlarla iş görürdülər. İndi münəccimbaşı da, yəni ulduzlarla iş görən həmin o molla Mirzə Sədrəddin təbii ki, Şah Abbasın mollası idi, saray mollalarından idi. Bayaq qeyd etdiyim kimi demək, Şah Abbasın həmin o mollaları, nə bilim, ulduzlara baxırdılar, ulduzlardan xəbər verirdilər ki, görək ölkənin başına nə iş gələcək və yaxud da mənim başıma nə iş gələcək. Nəysə bir gün Mirzə Sədrəddin gəlir, Qiblə-i aləmin ziyarətinə müşərrəf olmaq istəyir. Bir vacibi işdən ötürü. Görək o vacib iş nə idi? Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin. Hərəmxana da demək, o dövrdə şahların bir 10-15 dənə həyat yoldaşı olurdu. Hərəmxana həyat yoldaşlarının saxlanıldığı yer idi. Yəni onların qaldıqları yer, belə deyək də. Və Xacəyə buyurdu ki, Mirzə Sədrəddini çağır gəlsin. Münəccimbaşı şahın hüzuruna daxil olub, baş əydikdən sonra əl üstə qabaqda durub dua və səna etdi. Şah soruşdu ki, Mirzə, nə var? Münəccimbaşı ərz elədi. Qiblə-i aləm sağ olsun. Kəvakib seyrindən belə məlum olur ki, Novruzdan 15 gün keçmiş Kəvakib seyrindən. Yəni, deyir ki, sehirdən bizə məlum olur ki, orada yəni deyirəm, o ulduzların mənim falçıqdan başım çıxmır. Dəqiq deyəmərəm, amma yəni orada yenə də bu ulduzların bir növ, nə bilim, indi strukturundan, nə bilim, düzülüşündən belə qənaətə gəlir də. Deyir ki, məlum olur ki, Novruzdan 15 gün keçmiş. İndi gözləyin. Burada da Novruzdan 3 gün keçmiş hadisələr baş verib də. Bu da nə deyir? Deyir, Novruzdan 15 gün keçmiş. Artıq əsərin əvvəlində Novruzdan 3 gün keçmişdirsə, demək artıq 15-dən 3 çıxdım, qaldı 12. Demək, münəccimbaşı Mirzə Sədrəddinin gəlib xəbəri verdiyi gün var. Həmin o verdiyi gün üzərinə 12 gəl. Demək, Mərrix ilə Əqrəb toqquşacaq və şərqdə, xüsusilə İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Böyük bir problem yetişəcəkdir. Demək, Mirzə Sədrəddin gəlib bu xəbəri Şah Abbasa deyəndə Mərrixin Əqrəb ilə toqquşmasına 12 gün qalacaq idi. Yəni, fəlakətin baş verəcəyinə 12 gün qalacaq idi. Aydındır, 12 gündən sonra hadisələr baş verəcək idi. Testə düşəcək bunlar. Xırdalığına qədər təhlil verəcəm sizə. Oldu? Belə. Demək, nə deyir? Deyir ki, 15 gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində şərqdə, xüsusilə İran mülkündə bir səltənət sahibinin vücuduna sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə borc bildim. Deyir ki, şah bu vaxt çox cavan idi. Ömründən ancaq 22 il keçmişdi. Demək, Şah Abbasın 22 yaşı var idi. Məlum olur ki, bu yaşda həyat necə şirin və əzizdir. Xüsusən yüksək bir mənsəbdə və səltənət taxtının üstündə olanlar üçün. Bu səbəbdən münəccimbaşının xəbəri cavan şahı qorxuya salır. Haman saat, demək, Şah Abbasın qorxuya düşməyinin səbəbi nə idi? 22 yaşında cavan insan idi, ona görə də heç nə, qorxur. Həmən saat rəngi qaçıb, güya ki, bihuş olur. Bir dəqiqədən sonra başını qaldırıb Mirzə Sədrəddinə buyurur ki, xub, yəni yaxşı, mürəxxəssən, yəni azadsan, get. Münəccimbaşı baş əyib qayıtır. Şah yalqız qəsrdə yarım saat fikrə gelir. Həmin dəqiqə yox yarım saat fikrə gedəndən sonra Xacə Mübarəki səsləyir. Diqqət eləyin. Həmin dəqiqə yox. Münəccimbaşı çıxıb gedən kimi Xacə Mübarəki səsləmir. Yarım saatdan sonra. Yarım saat fikrə gedir ondan sonra.
Xacə hüzura daxil olduqda buyurdu ki, fərraş göndər. Bu saatda vəzir Mirzə Möhsünü, demək, vəzirin adı nə idi? Mirzə Möhsün. Sərdar Zaman xan, Sərdar qoşunların başçısı idi. İndiki müdafiə naziri. Müstövhü Mirzə Yəhya, müstövhü xəzinədar idi. Xəzinələrin başçısı, xəzinələrə belə deyək də, xəzinədar, belə deyək də, xəzinələrin necə deyək onu? Tam səliqəli bir cümlə alınsın. Xəzinələrin üstündə duran bir şəxs. Xəzinələrə maliyyə naziri də, indiki maliyyə naziri, belə deyək, tam dəqiq. Yəqin ki, o nazirədən başı çıxır da, maliyyə naziri kimdir, müdafiə naziri kimdir. Yəni, maliyyə naziri pul məsələlərinə, xəzinələrə baxan Mirzə Yəhya idi, qoşunun başçısı Sərdar Zaman idi, vəzir isə Mirzə Möhsün idi, indiki baş nazir. Mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın. Demək, Mollabaşı da bir Axund olur, hər ölkədə olduğu kimi, Azərbaycanda da var da, Axund Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyx Rüstəm Allahşükür Paşazadə olmalıdır bizdə. O dövrdə də, xanlıqlarda da Mollabaşı Axund Səməd idi. Yəni, onu demək istəyirəm sizə. Xacə çıxıb bir az vaxtdan sonra çağırılan şəxslər gəldilər. Xacə Mübarək isə Şah Abbasın köməkçisi idi. Xacə çıxıb bir az vaxtdan sonra çağırılan şəxslər gəlirlər, baş əyib şahın buyruğunu gözləyirlər. Şah Münəccim başının dediklərini onlara çatdırdıqdan sonra buyurur ki, ayə, sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm. Bunlardan kömək istəyir. Məclisdəkilər hamısı heyrət içində qalırlar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başlayır danışmağa. Deyir, əlbəttə, birinci danışan kim idi? Vəzir Mirzə Möhsün. Yoldaşlar, burada vəzir Mirzə Möhsünün, Sərdar Zaman xanın, Müstövhü Mirzə Yəhyanın, Mollabaşı Axund Səmədin çıxışları var. Niyə olur o çıxışları? Çünki burada hökmdar deyir ki, mənə köməklik göstərin, deyir. Bu insanların da əlindən heç bir iş gəlmirdi. Amma bunlar bircə-bircə başlayırlar danışmağa, boş-boş danışmağa. Güya öz gördükləri işləri bir növ hökmdarın üzünə vururlar ki, mən filan şeylər görmüşəm. Bunu da niyə deyirlər həmin o hökmdarın üzünə ki, yəni mən sənin bu dərdivə əlac tapa bilmərəm. Hansı dərdivə? Mirzə Sədrədən xəbər gətirmişdi ki, 15 gündən sonra ulduzlar mənə xəbər verir ki, demək, ölkənin hökmdarının başına iş gələcək. Bax, gətirdiyi xəbər o idi, ölkənin hökmdarının başına, hakimiyyətdə olan kimdirsə, onun başına ağır bir bəla gələcək. Yəni, ölmə düçar olacaq. Həmin o problemi aradan qaldırmaq üçün, bax, bunlardan Mirzə Möhsündən, Sərdar Zaman xandan, Müstövhü Mirzə Yəhyadan, bir də ki, Mollabaşı Axund Səmədən kömək istəyir, amma bunların da əlindən heç bir iş gəlmir. Bunlar öz əməllərini hökmdarın üzünə vururlar bir növ və sonra da qalib deyirlər ki, yəni mən sənə heç bir kömək edə bilmərəm. İndi baxaq davamına görək necədir. İndi birinci Mirzə Möhsün başlayır öz əməllərindən danışmağa, sonra da qalib deyəcək ki, mən sənə bu işdə kömək edə bilmərəm. Deyir ki, əlbəttə, şahın xatirindədir ki, Mirzə Möhsün deyir. Böyük və hörmətli atanız padişahlıq vaxtlarında bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Buradan belə nəticə çıxır ki, Mirzə Möhsün Şah Abbasın atasının hakimiyyəti dövründə də vəzifədə olub. Əla, qərar qoydum ki, şah qapısının nökərlərindən, yəni şahın, sarayın nökərlərindən hər kəs bir vəzifəyə və yaxud da bir vilayət hökumətinə mənsub olsa, yəni bir vilayətin hökumətinə icra başçısı olsa, yəni belə deyək, gücü çatdığı qədər tutduğu vəzifəyə görə müəyyən miqdarda pul, bəxşiş olaraq, yəni hədiyyə olaraq xəzinəyə təslim etsin. Yəni xəzinəyə versin. Qısası nəyi demək istəyir? Deyir ki, kim vəzifəyə keçsə, hökumətə pul versin. Və əlavə, nə zaman ki, Qiblə-i aləm bir əmirin evini öz gəlişi ilə mübarək eləsə, yəni hökmdar bir əmirin evinə gəlsə, ev sahibi onun ayağının altına qumaş parçalar, qiymətli parçadır, qumaş parçalar salsın və bir qədər pul bağışlasın. Yəqin ki, başa düşdünüz gedişatı. Bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi şükür olsun Allaha pul ilə doludur. Bu dövlətin xəzinəsinin müəyyən miqdarda pul ilə doldurulmasından danışır.
Kimin sayəsində? Özünün sayəsində. Aydındır? Vəzirlik işlərinin irəli getməsində kiçik bəndəniz, dedim axı vəzir idi. Sadəcə o dövrdə bir növ xəzinənin də doldurulmasına köməklik göstərib. Vəzirlik işlərinin irəli getməsində deyir ki, kiçik bəndəniz tərəfindən təcrübəsizlik təsəvvür edilməz. Amma ulduzların müqabilində tədbir göstərməyə həqiqətən acizəm. Gördünüz? Bundan sonra Sərdar Zamanxan başlayır. Qoşunların başçısıdır Sərdar Zamanxan. Sərdar qoşun deməkdir. Qoşun başçısı daha doğrusu. Bu sədaqətli nökəriniz deyir, saqqalımın tükünün ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Məsələn, 10 il bundan qabaq Osmanlı tayfası Bəkir Paşa Dəmirçi oğlunun sərkərdəliyi altında, demək, kimin sərkərdəliyi altında? Bəkir Paşa Dəmirçi oğlunun sərkərdəliyi altında 70 min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdir. Osmanlılar İran torpağına demək hücum eləyirlər. Bəkir Paşanın demək sərkərdəliyi altında, başçılığı altında. Qiblə-i aləmin, yəni hökmdarın böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırdı. Aha, demək İran qoşunu, demək bunlar İran hökmdarı idi da, Şah Abbas İran hökmdarıdır. Deyir ki, İran qoşununun sərdarlığını, yəni Ali Baş Komandan, üzr istəyirəm, yəni demək Müdafiə Nazirliyini mənə tapşırır. Hə, demək o dövrdə deyir ki, atası, yəni Şah Abbasın atası. Demək, Sərdar Zamanxan Şah Abbasın atasının hakimiyyəti dövründə vəzifədə olub, Müstövfi Mirzə Yəhya kimi. Deyir, əgər ki, bizim qoşunumuz da say hesabla Osmanlı tayfasından kəm deyildi. Yəni, bizim qoşunumuz Osmanlı tayfasının qoşunundan az deyildi. Ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu doğru yoldan azmışların qarşısında tərəfə verdirim. Tez-tez alacaq ki, Osmanlı tayfasının qoşunundan İran qoşunu az idi. Səhvdir ha, İran qoşunu ilə Osmanlı qoşunu bərabər idi. Sadəcə, demək, Sərdar Zamanxanın burada fikri o idi ki, insanları qırdırmasın. Ona görə də nə deyir? Deyir ki, əmr elədim ki, Azərbaycan mülkündə bütün kəndlilərin əkin yerlərini xarab etsinlər və mal qaralarını qovub gətirsinlər. Körpüləri dağıtsınlar, yolları pozsunlar. Demək, Osmanlılar İran ərazisinə hücum eləmək istəyirmişlər. Həmin vaxt İranlılar da gəlir Azərbaycan ərazisinə. İndi yəqin ki, Osmanlılar Azərbaycan ərazisindən keçib gəlmək istəyirmişlər İrana hücum eləməyə. Həmin bu İran, bu demək, Sərdar zamanında tədbiri nə olur? Azərbaycanın ərazisini bir növ məhv eləmək, orada körpüləri yandırmaq, körpüləri dağıtmaq, malı mülkü çapıb gətirmək, talamaq. Osmanlılar da gəlib Azərbaycan ərazisindən keçəndə körpülərdən keçməyə çətinlik çəksinlər. Yəni yol onlar üçün çətin olsun, yol onlar üçün sıxıcı olsun, yol onlar üçün problem yaratsın və orada gəlsinlər Azərbaycan ərazisindən keçəndə yeməyə bir şey tapmasınlar, qoşun bir çətin vəziyyətə düşsün. Qısası gəlirlər, keçirlər İran ərazisinə. Həmin İran ərazisinə keçəndə artıq taqətdən düşən qoşun bir növ motivasiyaya, demotivasiyaya uğrayır. Yəni haldan düşür. Yəni o vəziyyətdə döyüşə bir növ taqəti qalmır qoşunun və ondan sonra geri çəkilirlər. İndi gəl davamına baxaq, mənim dediyimin təsdiqinə baxaq. Deyir ki, mal qaraları deyir, görsən, qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Bəkir Paşa sərhədimizə daxil olduğu zaman hərçənd qarşısında bizim qoşundan bir nəfər deyir görmür. Amma o dərəcədə yollar deyir o dərəcədə xarab olmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmaq. Ancaq atlı və topxana artilleriya qurğuları, top, nə bilim, raket filan gətirməyə. İndi o dövrdə raket olmaz da, o dövrdə mancanaqlar olurdu. Mancanaq deyirlər deyəsən. Top atırdılar. O böyük daşları yonurdular, kürə şəklində gətirirdilər. Onu mancanaqlara qoyub atırdılar. Qalaları, bürcləri uçutmağa görə. Tarixdən yəqin oxuyarsınız. Deyir ki, əsla özü ilə topxana, yəni artilleriya qurğuları gətirməyə qadir olmadı. Ancaq deyir, atlı piyadası ilə böyük zəhmətlə Təbrizə varid oldu. Yəni gəlib Təbrizə çıxır bir təhər, hər tərəfdə dəstə göndərib azuqa toplamağa başlayır. Əlinə deyir, nə taxıl dənəsi, nə bir öküz, nə də bir qoyun düşür. Əlacsız qalıb 3 gündən sonra taqətsiz ac pərakəndə köçmək təbilini döyür. Görsən? Və Azərbaycan ərazisi deyəndə bu Cənubi Azərbaycanı nəzərdə tutur. Yəni Osmanlılar Azərbaycanın bir hissəsi və Cənubi Azərbaycandan keçib gəlib təbii ki İrana, yol oradan idi da. Gəlib orada İrana hücum eləmək istəyirmişlər. İndi bunlar da Təbrizdən tutmuş Azərbaycanın cənub hissəsinə tərəf olan ərazilərin hamısını çapıb talayıblar ki, bunlar gələndə, Osmanlılar gələndə görsünlər ki, heç nə yoxdur da. Yəni belə bir şey.
Demək, qorumaq üçün onların bərpasını məsləhət bildi. Demək, harda qalmışdıq? Hə. Demək, yolları dağıtmaq, körpüləri yıxmaq hökmdarın o dərəcədə xoşuna gəlir ki, bundan sonra düşmən hücumundan qorunmaq üçün onların bərpasını məsləhət bilmir. Yəni deyir, o dövrdə elə körpülər uçurmuşduq deyə, yəni daha doğrusu uçurmuşduq. Daha o bizim karımıza gəldi deyə daha biz də körpüləri daha bərpa eləmədik. Deyir, amma deyir, bu işlərdə sarayınızın qoca iti, özün qoca it adlandırır. Faydalı tədbir görməkdə aciz deyil. Amma deyir, ulduzların qarşısını almağa heç bir çarə tapa bilmir. Şahın qorxusu şiddətləndi. Hə, şahın qorxusu nə vaxt şiddətlənir? Sərdar Zamanxanın tədbir görə bilməməsindən sonra. Daha doğrusu, daha dəqiq desəm, Sərdar Zamanxanın tədbir görməməsi şahı daha da qorxuya salır. Belə. Sonra Müstəfi Mirzə Yəhya danışmağa başlayır. Deyir ki, yəni Müstəfi kim idi? Xəzinədar. Deyir ki, bəllidir ki, qoşunun və orta dərəcəli qulluqçuların məvacibi Qiblə-i aləmin fərmanına əsasən və mənim imzam ilə vilayətlərin mədaxilindən verilir. Baxaq, qoşunun və orta ali dərəcəli qulluqçuların məvacibi, yəni pulu Qiblə-i aləmin, yəni hökmdarın fərmanına əsasən və mənim imzam ilə vilayətlərin mədaxilindən, yəni vilayətlərin gəlirindən, daha doğrusu vilayətlərin büdcəsindən verilir. Çünki dövlət xəzinəsində nəqd pul, necə ki vəzir söyləmişdi, vəzir kim idi? Müstəfi Mirzə Yəhya idi. Çatışmırdı. Ona görə də mən bu cəhətdən çox qəmgin idim. Hərçənd mən məvacib fərmanlarını imza edib vilayətlərə göndərmişəm ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın nəzərində etibarsız görünməsin. Amma ondan qabaq hər bir vilayət hakiminə gizli məktub göndərmişəm ki, mənim tərəfimdən ayrıca məktub yazılmamış, həmən fərmana əsasən məvacib verməsinlər. Hə, qayıdır bilirsən nə etmək istəyir? Bu özün bir növ yaxşı göstərir, amma arkada fırıldağı əl atır. Deyir ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın yanında deyir ki, etibarsız görünməsin deyə qayıdır məvaciblərin verilməsi ilə bağlı əmr eləyir. Hamı da deyir ki, şükür Allaha da hökmdar əmr eləyib. Yəni hökmdar öz məsuliyyəti üzərindən atır. Amma qayıdıb bir gizli məktub da həmin o vilayətə göndərir ki, həmin o vilayətin başçılarına da deyək ki. Deyir ki, fərmana əsasən deyir məvacib verməsinlər. Deyir ki, mən ayrıca məktub yazmamış, həmin o belə deyək bu icra başçılarına da elə bil ki, icra başçılarına əlavə bir dənə də məktub göndərir ki, mən sizə əlavə bir məktub göndərməmiş, heç kimin maaşını verməyin. Amma necə ki, indi tutaq ki, televiziyada xəbərlərdə qayıdıb deyirlər, pensiyalar verildi. İndi sosial deyək ki, müavinətlər ödənildi. Amma indi o dövrdə də onun kimi də elə bir ki, hamıya bildirirlər ki, pensiyalar ödənilir. Amma qayıdıb o vilayət hakimlərinə də bir növ məktub göndərirlər ki, hələ verməyin. Cəmaətin gözündə etibarsız olmamaq üçün deyir, ha. Verməyin. Biz sizə xəbər verəndə, ikinci dəfə xəbər verəndə cəmaətin pulunu verərsiniz. Yəni belə bir şey. Hə, demək, deyir, həmən tədbir səbəbi ilə dövlətin xəzinəsinin mədaxili çox artmışdır. Yəni bir növ pulu gecikdirirlər. Bir ay gecikdirirlər, həmin o bir ayın pulunu yatırırlar dövlətin xəzinəsinə. Dövlətin xəzinəsi daha da artır da, belə inkişaf eləyir. Hə, bir növ bir ay qabağa düşürlər də hardasa. Qoşun əhli və mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, deyir, amma sülh və asayiş zamanı olmaq səbəbilə, demək heç kimin pulunu vermirlər. Amma deyir ki, sülh və asayiş zamanı olmaq səbəbilə, deyir ki, sülh və əmin-amanlıq olduğu üçün və İranda ucuzluq olduğuna görə insanlar pula möhtac olmayıblar. Ona görə də heç kim etiraz eləmir, heç kim aksiya keçirmir də ki, bizim pulumuz niyə gecikdi? Səbəb nə idi? Demək, təkrar yazıram. Çünki biraz həssas məqamlardır bunlar, ona görə də əzbər öyrənmək lazımdır. Testdə imtahanda bu mövzuna bağlı 100% bir dənə sual düşəcək. Deyir ki, bax birinci nə idi? İnsanlar sülh və asayiş zamanı olduğu üçün, yəni ölkədə sülh olduğu üçün, asayiş qaydasında, yəni əmin-amanlıq olduğu üçün insanlar aksiya keçirtmirlər, etiraz eləmirlər. Bir də ikinci, İranda ucuzluq olduğu üçün insanlar aksiya keçirmirlər və möhtac olmurlar dövlətin puluna. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir deyir. Lakin deyir, ulduzların təsirini rədd etmək üçün doğrusu deyir, heç bir çarə ağlıma çatmır. Növbə yetişir Mollabaşıya, Axund Səmədə.
Mollabaşı deyir, bu qüdrətli dövlətin davam etməsi üçün bu dua edənin böyük və uca olan Səfəviyyə nəslinə səmimiyyət və sədaqət tərifə sığmaz. Bu halda ki, başlayır Qiblə-i Aləm tərif eləməyə. Deyir ki, Qiblə-i Aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Mənim ürəyim tavada balıq kimi büryan olur, yaltaqlıq eləyir. Qüsurlu ağlıma belə yetişir ki, o məlun, yəni çox üzr istəyirəm, bu biraz etikadan kənara çıxan sözdür. Məlun söyüşdür, əclafdır, nədir, belə bir şey olmalıdır. Hə. Deyir ki, o məlun Münəccimbaşı Mirzə Sədrəddin idi. Deyir, özü bu işin çarəsini bizdən artıq bilir. Hə. Mollabaşı Axund Səmədin təklifi nə idi? Deyir ki, o dərdi deyibsə, dərmanı da deməlidir. Yəni o problemi deyir, ay hökmdar, sənə deyibsə, onun çarəsində bizdən artıq bilir, deyir o. Bilir. Deyir, yəni gedib ondan soruşmaq lazımdır. Deyir o Qiblə-i Aləmə xəyanət eləyib ki, ulduzların təsirini bilib. Əlbəttə, bir pis fikrə görə dəfinin çarəsini göstərməyib. Hə, deyir, necə ola bilər ki, zəhəri göstərə, zəhərin təsirini yox edən dərmanı göstərməkdən özünü kənara çəkə. Qiblə-i Aləm onun özünü çağırsın, təklifi budur. Bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirsə, boynu vurulsun. Mollabaşı, daha doğrusu, Mollabaşının Münəccimbaşı ilə köhnə ədavəti var idi. Mollabaşı kimi idi Axund Səməd. Axund Səməd bilirsən niyə belə deyir? Onun əvvəldən ədavəti var idi deyə bu hadisəni Mollabaşı çox yaxşı vasitə görür ki, ondan qisasımı alaram. Ona görə də belə bir tədbirə əl atır ki, qoy elə. Onsuz da Mirzə Sədrəddin onun bir demək köməklik göstərə bilməyəcək də. Elə bu yolla hökmdar Mirzə Sədrəddinin boynunu vurar, mən də ondan qisasımı alaram. Hə. Nə deyir? Bu əhvalat Mollabaşı üçün deyir, çox yaxşı vasitə göründü ki, onun və başqa münəccimlərin atalarının gorunu yandırsın. Hər halda həmən uğursuz xəbərə görə şahın Münəccimbaşıdan zəhləsi getmişdi. Xacə hazır olduqda bu saat xidmətçi göndər, hökmdar deyir ki, bu saat xidmətçi göndər, Münəccimbaşını mənim hüzuruma gətirsin. Hə, artıq hökmdarın da əlinə bir növ fürsət düşür ki, yox, onu mən yandıracam. Deyir mənə, hökmdar da biraz başsız insan olur. Qayıdır deyir ki, yəni onu mən qorxuzub da bir növdə, o da dedi axı cavan idi deyə qorxurdu. Qayıdır deyir ki, o gəlsin mənim hüzuruma, mən ondan qisasımı alacağam. Ya mənə onun cavabını desin ki, mən necə çarə tapım. Ya da ki, öldürəcəm. Bir saatdan sonra Münəccimbaşı hazır olur. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb müraciət edir. Pədər süxtə, ulduzların bəlasından məni qorxudarsan, əlacını gizləyərsən. Cəllad, həmin dəqiqə cəlladı çağırır ki, qorxsun. Dərhal üz gözündən dəhşət yağan cəllad belində xəncər, əlində ip içəri girir. Biçarə Münəccimbaşının ruhu uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu. Apar bu itin bu saatda boynunu vur. Bax, tədbir istəmir ha, birinci görüşən kimi. Pramoy qayıdır deyir ki, bunun apar boynunu vur. Sərdar Zaman xan hərçənd qılınc əhli idi, amma çox qəlbi yumşaq adam idi. Hə, demək, sizə test cavabı deyirəm. Testə salacaq ki, Sərdar Zaman xanın, adım verməyəcək, yazacaq ki, hökmdarın köməkçilərinin və yaxud da sarayda yaşayan bu obrazlardan birinin vəzifəsi ilə xarakteri uyğun gəlmirdi. Vəzifəsi ilə xarakteri təzad təşkil edirdi. Nə idi? Bunun vəzifəsi qılınc çalmaq idi. Yəni, döyüşdə iştirak eləmək idi, döyüşmək idi, adam öldürmək idi, baş kəsmək idi. Amma deyir ki, çox qəlbi yumşaq adam idi. Görsən təzad təşkil edir. Baş kəsən adamın ürəyi necə yumşaq ola bilər ki? Əlini aldı bıçağı, kəsdi başı, qoydu qırağa. Bildiniz? Münəccimbaşını. Demək kim olur? Sərdar Zaman olacaq. Vəzifəsi ilə testin cavablarını deyirəm ha yoldaşlar sizə. Qəbul suallarının cavabı düşəcək. Vəzifəsi ilə xarakteri uyğun gəlməyən, təzad təşkil edən obraz Sərdar Zaman xan idi. Çünki qılınc əhli idi, bu da qəlbi yumşaq idi. Bir-birinə təzad təşkil edəcək də, əks məna təşkil edəcək. Münəccimbaşının halına rəhmi gəlib, ayağa durub söylədi. Sənə qurban olum deyir. Bu itin boynunu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacağıq? Demək, Sərdar Zaman xan Mirzə Sədrəddinin boynunun vurulmasına qarşı çıxır. Deyir ki, onun boynu vurulandan sonra bəs hadisəni kimdən soruşacaq? Deyir ki, mən fağır və yazıq bəndə səndən xahiş edirəm ki, mənim saqqalımın ağ tüklərinin hörmətinə onun ölümündən keçəsən. Hadisənin əlacı xüsusunda ondan tədbir soruşasan. Əgər istədiyimizə uyğun cavab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir. Şah Münəccimbaşıya müraciət edib deyir ki, məlum bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər. Hə, demək, burada
Mirzə Sədrəddin bir nəfərin ölümü, daha doğrusu belə deyək də, bir obraz digər obrazın ölümündən xilas olmağına bais olur, səbəb olur. Yəni Sərdar Zamanxan Mirzə Sədrəddinin ölümündən xilas olmağına səbəb olur, ölümdən xilas eləyir. Bu digər hansı əsərdə var idi? Yadınıza salın görüm. Dərzi şagirdi Əhmədin nağılında. Allahverdi xan Əhmədi xilas eləyir. Kimdən? Kimdən? Hökümdar qayıdır onu öldürmək istəyir ha. Onda qayıdır deyir ki, bəs öldürsən onun yuxusunu necə biləcəksən? Ona görə gəl bunu döydürüb saldıraq zindana. Belə. Qısası, demək o əsərlər bu məqam oxşarlıq təşkil edir. Venn diaqram verib, ortaq demək hissəyə salacaq. Belə Venn diaqram olar. Bax, deyəcək əsəri birini buraya yazacaq, birini buraya yazacaq, orta hissəyə yazacaq ki 1. İndi tap. Oxşarlığı nədir? Yəni qısası, ona görə əsər oxuyanda müəyyən oxşarlıqlarda nəzərə almağınız vacibdir. Deyir, əgər istəyimizə uyğun cavab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir. Şah Münəccimbaşıya müraciət edib deyir ki, Münəccimbaşı kim idi? Mirzə Sədrəddin. Adlarını hər dəqiqə deyirəm ki, yadınızda qalsın. Deyir ki, məlum, bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər deyir. Bu içarə Münəccimbaşı yaman halda idi deyir. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi. Amma ölümün qorxusundan onu aşkara çıxara bilmir. Söylədi. Qurban olum, hadisənin əlacı mümkündür. Yalandan deyir ha. Hadisənin əlacı zaten mümkün deyildi. Sadəcə özüm vəziyyətdən çıxartmağa görə deyir ki, qoy bir vaxt qazanım, nə bir qaçaram, gizlənərəm. İndi bunun əlindən canımı qurtarım. Deyir ki, mənə 1 saat möhlət ver. 1 saat möhlət istəyir. Gedim Zici Uluğbəyi. Zici Uluğbəydə ulduzlara bir növ nətər deyirlər? Ulduzlara teleskop deyək də belə bir şey olub. Hə. Ulduzlara baxmaq üçün yer, ulduzları izləmək üçün yer. Hə, deyir Zici Uluğbəyi nəzərdən keçirim, qayıdım sənə söyləyim deyir. Şah icazə verir. Münəccimbaşı çıxmamış, Xacə Mübarək içəri girib söyləyir ki, Mövlana Cəmaləddin Mübarək hüzurunuza icazə istəyir. Mövlana Cəmaləddin də ehtiyatda olan molladır, axunddur. Mövlana Cəmaləddin kim idi? Qoca olduğu üçün artıq vəzifədən çıxardıblar ki, da get işi ilə məşğul ol da, da qoy cavanlar gəlsin sarayda vəzifə tutsun. Hə, bu da qayıdır, gəlir hökümdarın hüzuruna, yəni Münəccimbaşı bu da molla idi, Mirzə Sədrəddin kimi. Sadəcə Mirzə Sədrəddin Münəccimbaşının bir növ yerinə gəlmişdi. Mövlana otağa daxil olub şaha lazım olan sitayişi əmələ gətirir. Şahın işarəsi ilə oturub söyləyir ki, Qiblə-i aləm sağ olsun, bu bəndəniz qocalıq səbəbindən şah sarayından kənar olub, güşənişin olmuşamsa da, görürsən mən dediyimi deyir. Deyir, şah sarayından, qocalıq səbəbindən şah sarayından didərgin düşmüş olsam da deyir. Lakin bu vəziyyət deyir məni, yəni Novruzdan 15 gün keçmiş Mərrixin Əqrəb ilə yaxınlaşmasından, yəni göydə planetlər bir-birinə toqquşacaq, nə günəşlə ay bir-birinə toqquşacaq. Yəni o məsələdə Mərrixin Əqrəb ilə toqquşması, günəşlə ayın toqquşması, göydə planetlərin bir-biri ilə toqquşması nəticəsində nə bilim dünya dağılacaq və daha doğrusu nə bilim oradan nəsə nələrsə cəryan edəcək. Gəlib o problemdə Şah Abbasın başında çartlayacaq. Deyir ki, Mərrixin Əqrəb ilə yaxınlaşmasından Qiblə-i aləmin zat-ı mübarəkinə böyük zərər ehtimalı olduğu üçün vacib bildim ki, qulluğunuza gəlim. Qabaqcadan hadisəni elan edim və aradan qaldırılmasını tədbir göstərim. Deyir bu məqsədlə ki, bəlkə də bu keyfiyyət cavan münəccimlərin iti gözlərindən gizlin qalmış olar. Deyir ki, cavan münəccimlərin iti gözlərindən deyir ki, bəlkə gizlin qala. Həmin o ulduzların toqquşması xəbəri də. Dedim mən bu bilmir ha, Mirzə Sədrəddin gəlib Şah Abbasa xəbər verib. Bu sadəcə özü bir xəbər tutur. Gəlir ki, bəs mən də hökmdara bir məlumat verim ki, xəbərdar olsun. Deyir ki, birdən gözlərindən qaçmış olar, yəni görsən. Deyir, şah kifayət dərəcədə xoşxal olub buyurdu ki, Mövlana, biz elə o xüsusda söhbət eləyirdik, deyir. Hadisə bizə məlumdur, tədbirinizi söyləyin. Hadisənin nə olduğunu soruşmur. Sadəcə deyir ki, tədbiridir, yəni ehtiyac yoxdur, hadisə bizə məlumdur. Mövlana da deyir ki, bu nəhs günlərdə, yəni Novruzdan 15 gün keçənədək, gərək Qiblə-i aləm şahlıqdan əl çəkər, bax tədbir deyir. Əl çəkə, şah deyir, əl çəkə və taxt tacı, günahkar və ölmə layiq bir nəfərə təslim eləyə. Özü də xalqın gözündən gizlənə.
Belə olduqda ulduzların təsiri həmən günahkarın başında çatlayacaq. Çünki o vaxt İran padişahı həmin o müqəssir adamdır, yəni günahkar adamdır. Elə ki hadisə baş verdi və taxta oturan o günahkar fəlakətə yetişdi, o zaman Qibləyi aləm gizləndiyi yerdən çıxıb yenə taxt-taca malik olar. Tamam xoşbəxtlik və səlamətliklə şahlıq edər. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki, Qibləyi aləm taxt-tacdan müvəqqəti əl çəkir. Ta ki taxta çıxmalı olan günahkarı özlərinə müstəqil padişah bilərlər. Gərək hərəmxana xatunlarını da talağı verilib kəbin kağızları cırıla, sonra onlara təklif oluna ki, dəxi padişah deyil, adi cəmaatdan biri olan Şah Abbas Məhəmməd oğluna ikinci dəfə, daha doğrusu Abbas Məhəmməd oğluna artıq şah deyil də güya bunun dediyinə görə, İkinci dəfə kəbin kəsdirsin, kasıblığa və qənaətə razı olarlarmı? Yəni deyir ki, sən o arvadlarının da hamısını boşayacaqsan, şah kimi yox, adi bir insan kimi sən onlara bir təklif verəsən ki, məni şah kimi deyil, adi bir insan kimi qəbul edirsinizmi yoxsa yox? Belə. Bütün xırda detallarına qədər. Demək, hansı birisi ki razı olsa, ona ikinci dəfə Abbas Məhəmməd oğluna nicah oxuna və kəbin kağızı kəsilə ki, yenə də ona ikinci dəfə onlara arvadı olmağa razılıq verilə. Hər kəs razı olmasa, həmin saat buraxıla. Ki, yəni da razı olmursan özün bilərsən. Yəni da hökmdarı istəmirsənsə, yəni öz xoşunla da orada məcbur heç kimi saxlamırlar ki. Münəccimbaşı qorxudan qurtardı. Şahın üzündən tamamilə qorxu əsəri çəkilir, ağarmış rəngi özünə gəlir, məclis əhlindən Mövlananın ağlına və kəmalına afərin sadası göyə qalxır. Şah gülər üzünü molla başıya tutub sual eləyir ki, şəriət hökmlərinə uyğun, yəni Axund Səmədə deyir, deyir ki, şəriət hökmlərinə uyğun hədsiz dərəcədə günahkar və öldürülməsi vacib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt tacı ona həvalə edək? Mollabaşı cavab verdi. Pərverdigari aləm, Qibləyi aləmə uzun ömür kəramət etsin. Mollabaşı da Axund Səməd idi, deyir ki, bu Qəzvin şəhərində bir nəfər yaramaz meydana çıxıbdır ki, bütün yer üzündə ondan çox günahkar və ölümə layiq nəfər tapılmaz. Adına Yusuf Sərrac deyirlər. Məlum deyildir ki, harada tərbiyə tapıbdır. Burada Yusuf Sərracın üzərinə Mollabaşı Axund Səməd şər atmır. Yusuf Sərrac həqiqətən də bir növ ölmə layiq insan olmasa da, amma deyir, möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışmaqdır. Həmişə həqiqətən də ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışıb. Yəni burada şər atmır, olanlar deyir. Testdə yazacaq ki, Mollabaşı Axund Səməd Yusuf Sərraca şər atırdı. Olmaz. Şər atmır. Deyir, məlum deyildir ki, harada tərbiyə alıbdır. Ancaq indi Qəzvin şəhərində, demək, Yusuf Sərrac Qəzvində yaşayırmış. İsfahanda yox, testdə salacaqlar. Şəhərində yaşadığı üçün işi peşəsi məlum olmayan oğru quldurdan özünə mürid cəm edib, həmişə möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışmaqdır. Bu məlun həmişə öz başına toplananlara aşkar söyləyir ki, güya möhtərəm ruhanilər avamları aldadırlar. Ruhanilər də dini insanlardır. O da bir növ elə mollalar kimi bir şeydir də. Məsələn deyir, onun əqidəsincə, yəni Yusifin əqidəsincə demək ki, güya dini hökmləri yerinə yetirmək lazım deyil. Xümus və imamalı vermək doğru deyil. Demək, xümus və imamalı vermək. Tarixdən yəqin keçmisiniz də, xümus, imamalı, xərac, cizyə oxuyurlar ki, tarixi. Bundan əlavə, ali və yüksək dövlətə zid mübahisələr də edir. Deyir ki, güya kəndxudalardan tutmuş padişahadək bütün mənsəb sahibləri zülmkar və quldurdurlar. Ölkə və millətə bunların heç bir mənfəəti yoxdur. Demək, xümus və imamalı vermək Yusifə görə artıq bir şey idi. Ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Həmişə öz nəfslərinin həvəsi ilə biçarə xalqı cərimə edib sıxışdırır, təqib edirlər. Öz rəftarlarında heç bir qanun və qaydaya əsaslanan deyildirlər. Bu cür rəftar ancaq zülm və yolkəsənlərin əməlidir. Bəndəniz belə məsləhət görür ki, Qibləyi aləm səltənəti və taxt tacı bu məluna təslim etsin ki, ulduzların təsirindən öz cəzasına yetişib cəhənnəmə vasil olsun. Məclis əhli bu rəyi təsdiq edib uca səslə dedilər. Yusuf Sərrac pədərsüxdə ölüm və göyün bəlasına layiqdir. Şah xoşhal olub buyurdu. Onun həlakına razıyam. Sabah bu tədbir tamam kəmal icra olunacaqdır. Şah məclisdəki şəxsləri azad etdi. Məclis dağıldı. İndi, burada bir məsələ var. Sabah yox, bugün yox. Deyir ki, şah xoşhal olub, onun həlakına razıyam. Sabah bu tədbir tamam kəmal icra olunacaqdır. Həmin gün yox, sabah icra olunacaq.
həmin o demək tədbirlər. Şah məclisdəki şəxsləri azad eləyir, məclis dağılır. İndi biz Yusif Sərracın, indi artıq burada olanların hamısını unudun, keçirik Yusif Sərracın kim olmasına. Həqiqətən görək Yusif Sərrac kim idi? Demək, Yusif Sərrac Qəzvin kəndlərindən Kərbəlayı Səlim adlı bir kəndlinin oğlu idi. Kərbəlayı Səlimin oğlu Yusuf Sərrac idi. Demək, Kərbəlayı Səlim mömin və dindar bir adam olduğu üçün istəyirdi ki, oğlu molla olub ruhanilər təbəqəsinə daxil olsun. Ona görə də onu uşaq ikən gətirib Qəzvin şəhərində məktəbə qoydu. Bax, testdə yazacaq ki, Kərbəlayı Səlim öz peşəsini davam etdirmək üçün oğlunu molla yanına qoyur və ruhani olmağını istəyir. Xeyr, Kərbəlayı Səlim ruhani değildi. Sadəcə mömin bir adam idi. Və mömin adam olduğu üçün, yəni bunun vəzifəsi yox idi. Testdə yazacaq ki, vəzifəsini davam etdirmək üçün, nə bilim, onu qoyur ruhanilər məktəbinə filan və yaxud da Kərbəlayı Səlimin vəzifəsini Yusif Sərrac davam etdirə bilmir kimi fikirlər səhvdir. Ha, Kərbəlayı Səlimin vəzifəsi yox idi. Sadəcə o mömin idi, dindar bir insan idi. İstəyirdi ki, oğlu molla olsun. Yəni molla özü molla olduğu üçün oğlunun da molla olub ruhanilər təbəqəsinə daxil olmağını istəyir. Molla yox, daha doğrusu mömin, dindar idi. Ona görə də deyir, onu uşaq ikən gətirib Qəzvin şəhərində məktəbə qoyur. Bir neçə il sonra Yusif Sərrac həddi buluğa yetişib gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana gedir. Təhsil almaq üçün Qəzvinə yox, İsfahana gedir. Bu yer adları qarışıq sarı testə salacaqlar ha. Diqqətli olun. Ruhanilərin bir çox işlərində qəlibliyini müşahidə etdiyindən o bu sinifə nifrət bəsləyib. Demək, İsfahana gələndə Yusif Sərrac ruhanilərin bir çox işlərdə saxtalığını, qəlb saxta deməkdir. Saxtalığını müşahidə edəndən sonra o bu sinifə nifrət bəsləyir. Yəni görür ki, ruhanilər həqiqətən normal insanlar deyillər, ancaq saxta işlərlə, torba tikməklə məşğuldular. Ona görə də bu sinifə nifrət bəsləyir. İstəmir ki, özünü ruhani sinifinə daxil eləsin, zümrəsinə daxil eləsin, sinifinə daxil eləsin, eyni şeydir. Kərbəladan qayıdıb Həmədana gəlir. Demək, bu Kərbəladan qayıdıb Həmədana gələndə, Həmədandan qayıdıb Kərbəlaya gəlmir. Ha, Kərbəladan qayıdıb Həmədana gələndə orada Usta Xəlilin yanında 40 yaşında ikən sərraclıq sənətini bir il müddətinə öyrənib Qəzvinə qayıtdı. Demək, Xəlilin yanında 40 yaşında ikən sərraclıq sənətini Usta Xəlildən öyrənir sərraclıq sənətini. Sərraclıqda yəhər tikən adam sərrac adlanır. Yəhər tikən, tikicilik işləri ilə məşğul olan adama sərrac deyirlər. Aydındır? Deyir, sənətini bir il müddətinə öyrənib Qəzvinə qayıtdı. Demək, Kərbaladan gəlir Həmədana, orada Həmədanda sərraclıq sənətini öyrənir. Kimin yanında? Usta Xəlilin yanında. Demək, Yusif Sərrac sərraclıq sənətini Həmədanda Usta Xəlilin yanında öyrənir. Kərbalada yox ha. Ümid edirəm ki, yazıdan çıxmayacaq. Və sərraclıq sənətini öyrəndən sonra Qəzvinə gəlib çıxır. Bu şəhər paytaxt olduğu üçün, demək paytaxt haraydı? Qəzvin idi. Qəzvin paytaxt olduğu üçün onun sənətinə burada daha yaxşı qiymət verirlər. Qəzvinə gəldikdən sonra evlənir, dükan açır. Öz qazancı ilə, Qəzvinə gəldikdən sonra evlənir. Ha, Həmədanda, Kərbəlada evlənmir. Yadda qalar və dükan açır. İndi sizə test cavabı deyirəm. Nədir? Testdə yazacaq ki, Qəzvinə qayıtmağının səbəbi. Bax, yazıb ki, bu şəhər, yəni Qəzvin şəhəri paytaxt olduğu üçün onun sənətinə burada daha yaxşı qiymət verirlər. İndi gözlə. Testdə yazacaq ki, Yusif Sərrac Qəzvinə qayıtmağının səbəbi o idi ki, orada ailə qurmaq istəyirdi. Və digər səbəblər, saxta səbəblər, səhvdir. Yusif Sərracın Qəzvinə qayıtmağının səbəbi bilsən nə idi? Onun sənətinə Qəzvində daha yaxşı qiymət verdikləri üçün Qəzvinə qayıdır. Hamısı test cavabıdır ha, dəyərli yoldaşlar. Qəzvinə gəldikdən sonra evləndi, dükan açdı. Öz qazancı ilə özünü, ailəsini saxlamağa məşğul oldu. O, saf ürəkli və xeyirxah adam olduğundan həmişə ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun xatirinə toxunur, onları tənqid və töhmət etməkdən dilini saxlamağa qadir ola bilmirdi. Saf ürəkli və xeyirxah adam olduğu üçün. Əsərdə Yusif Sərracın xarakteri haqqında məlumat əldə edə bilirik. Bəli, Yusif Sərrac saf ürəkli, xeyirxah adam idi. Bu onun xarakterinə nümunə ola bilər.
Görmüşdünüz belə təhlil. Hərçənd bu növ fədakarlıq ona deyir sadiq və xeyirxah dostlar topladı. Lakin nəhayət bədbəxtliyinə bais oldu. Sabahısı gün şahın buyruğu ilə günortaya 2 saat qalmış, tamam əyan əşrəf və dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kəndxudadan tutmuş vəzirlərə kimi şahın sarayında hazır olurlar. Bu halda şah başında tac, əlində cəvahir, nişan toppuz, qolunda cəvahir, bazubəndlər, belində kəmər, qiymətli daşlar bəzədilmiş qılınca zahir oldu, üzünü sarayda hazır olanlara tutub xitab elədi. Camaat, indi 7-ci ildir ki, mən müqəssir Allahın köməyi ilə, üzr istəyirəm, müqəddəs Allahın köməyi ilə sizə padişaham. Demək, Şah Abbasın 22 yaşı var idi. O 7 il idi ki, hakimiyyətdə idi. 22-dən 7 çıxanda nə qədər qalır? Riyaziyyat müəllimlərinizin bacarığı burada önə çıxmalıdır. 15. Demək, Şah Abbas hakimiyyətə gələndə onun 15 yaşı var idi. 7 il hakimiyyətdə idi, 22 yaşı indi var idi. Belə, imkanım qədər deyir, sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm. Camaat 15 yaşında hökmdar olur. Bizim 15 yaşlılar kitab oxumağa ərinirlər. İmkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm deyir. Sizdən də çox razı və xoşnudam. Çünki Səfəviyyə ocağına olan istəyiniz səbəbi ilə həmişə mənə məhəbbət və sədaqət göstəribsiniz. Bunlar hamısı yalancı cümlələrdir. Çünki həqiqətən Şah Abbas Səfəviyyə ocağına, İran səltənətinə zülm zillət edib. Ümumiyyətlə insanlara zülm verib, insanların gözünü çıxardıb, başını kəsib və s. Zülmkar hökmdar olub. Burada indi özünü birini tərifləyir yalandan. Özünü tərifləyən adamlardan qaçın yoldaşlar. İndi düzdür, bəzən mən deyirəm, təhlili belə verirəm, nə edirəm? Yəni bunlar tərif deyil, həqiqətən. Yəni zarafat edirəm. Təbii ki, o qədər bilikli müəllimlərimiz var ki, indi sizə açıb deməyi, bunları təbii ki, etiraf eləmək lazımdır. İndi sizə açıb demək lazım bilmədiyim bir para səbəblərə görə mən səltənətdən əl çəkib taxt tacı bu rütbəyə məndən layiq və münasib olan bir kəsə həvalə etməyə məcburam. Deyir, haman şəxsi Mollabaşı, Sərdar Zamanxan, vəzir Mirzə, üzr istəyirəm, vəzir Müstəfi, Mövlana Cəmaləddin, Münəccimbaşı. Burada vergi səhv qoyublar. Vəzir demək, Sərdar Mollabaşı, Sərdar Zamanxan, vəzir Müstəfi, vəzir Mirzə Yəhyə, Müstəfi, Mövlana Cəmaləddin, Münəccimbaşı sizə göstərəcəklər. Gərək hamınız gedib təntənə və cəlal ilə onu gətirib bu taxtın üstünə oturasınız. Deyir ki, özünüzü şah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdə səhlənkarlıq edib o şəxsin itaətində qüsur göstərər. Şah bu sözləri tamam eləyib, tacı başından götürdü, taxtın üstünə qoydu. Tamam qiymətli paltarlarını soyunub, qılınc və kəmərini açdı, bir köhnə paltar əyninə geyindi və xalqa üzünü tutub dedi. İndi mən adi cəmaatdan olan bir fəqir kişiyəm. Şah Abbas oğlu vəssalam, üzr istəyirəm, Abbas Məhəmmədoğlu. Burada artıq şah falan filan getdi işinin dalınca. İndi gözləyin, görək əsərin sonu necə bitir. Deyir, daha məni axtarmayın ki, görə bilməzsiniz. Xuda hafiz. Xuda hafiz sözü bitişik yazılan mürəkkəb feildir ha. Xudahafizləşmək, sağollaşmaq, xoşallanmaq, istiyotlanmaq, bunlar istisnaydı. Bitişik yazılan mürəkkəb feillərdir. Ümumiyyətlə mürəkkəb feillər bitişik yazılmaz. Sadəcə bunlar istisna sözlərdir. Dedim, yadınızda qalsın. Demək deyib taxtdan düşdü, hərəmxanaya getdi. Məclisdəkilərin hamısı heyran qalırlar ki, bu nə qariri deyir. Bilmədilər ki, bu əhvalatı nəyə istinad eləsinlər. Hərəmxanada hərəmlərin demək hamısı, yəni qadınların hamısı şahın əmri ilə bir otağa yığışmışdı. Şah üzünü hərəmlərə tutub xitab elədi. Qadınlara tutub xitab edir ki, deyir, mənim əziz arvadlarım, indi böyük təəssüflə məcburam ki, sizə bir yaman xəbər elan edəm. Sizə məlum olsun ki, indi mən dəxi İran padişahı deyiləm. Dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və bəzəkdə gözəl otaqlarda saxlayam. Mən adi cəmaatdan bir fəqir və yoxsul şəxsəm. Ona görə məcburam ki, sizin talağınızı verib hamınızı azad edim ki, hər kəsə meyliniz olsa ona gedin. Sonra üzünü Molla Rəsula tutub demək buyurdu. Bunların boşanmaq siğələrini oxuyun. Bir növ kəbin vəsiqəsini cırın. Yəni mən bunlardan boşanıram. Boşanmaq üçün nikah haqqında şəhadətnamənin xitamın ver deyir. Və qadınların boşanma siğəsini oxuyan Molla Rəsul idi ha. Molla Ramazan, nə bilim, Axund Səməd filan deyildi. Qalar yadda. Və onu da deyim, bu məqamı. Axund Səməd idi Yusif Sərracı hökmdarlığa layiq bilən.
Onu da yadda saxlayın. Demək, nə deyir burada? Molla Rəsul, Axund Səməd yox, Molla Rəsul boşanma siğələrini oxuyur. Talaq tamam olduqda şahın buyruğu ilə onların kəbin kağızları Xacə Mübarək cırır. Hökmdar cırmır. Molla Rəsul cırmır. Axund Səməd cırmır. Xacə Mübarək kəbin kağızlarını cırır. Şah ikinci dəfə sarayın gözəl qadınlarına üst tutub deyir ki, əgər sizdən bir nəfər və yaxud da hər biriniz fəqirliyə və qənaətə razı olub, yəni kasıbçılığa, kasıb həyata razı olub məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən ona nicah oxutturmağa razıyam. Hərəmlərin hamısı təzədən razı oldular ki, şaha arvad olsunlar. Amma onların hamısından 2 nəfər gözəl dilbər ki, razılıqları olmadan şahın hərəmxanasına düşmüşdü. Çox utancaqlıqla və ahəstə səslə söylədilər. Biz şaha arvad olmuşduq, öz bəxtimizdən və dərəcəmizdən çox xoşxal idik. İndi ki, bu bəxtəvərlikdən məhrum olduq, Şah Abbas, demək Abbas Məhəmməd oğlunun artıq axı şah məsələsi yığışıldı. Çünki bu özün şah hesab eləmir daxı. Deyir Abbas Məhəmməd oğluna ərə getməyi qəbul eləmirik. Tezdə saracaq ki, qadınların hər biri Şah Abbasla Abbas Məhəmməd oğlu ilə yenidən evlilik kağızına imza atırlar. Yenidən bir növ evliliyə razılıq verirlər. Səhvdir. Çünki orada 2 nəfər xanım razı olmamışdı. Həmən saat bu 2 nəfər azad edilir. Başqa hərəmlərin nikahı təzədən Abbas Məhəmməd oğluna oxundu. Onu da deyim ki, nikah yazılmır nikah yazılır. Oldu. Bu sözün yazılışı belədir. Testlərdə düşəcək həmişə. Orfoqrafiya bölməsində. Xacə Mübarəkə əmr olundu ki, həmən saat hamısını, demək, həmin o arvadların hamısını Qəzvinin 6-cı küçəsinin başında müəyyən olunan bir evə piyada aparsın. 6-cı küçəsi, ikinci yox. Testdə ikinci yazacaq. 6-cı küçəsinin başında müəyyən olunan bir evə piyada aparsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanadan çıxıb uzaqlaşır. Gözə görünməz olur. Yusif Sərracın dükanı, indi keçirik Yusif Sərrac haqqında danışmağa. Təkrar olaraq, Yusif Sərrac Şah Məscidi meydanının şərq tərəfində yerləşirdi. Onun dükanı harada yerləşirdi? Yusif Sərracın dükanı harada yerləşirdi? Şah Məscidi meydanının şərq tərəfində yerləşirdi. Günortadan 2 saat keçmişdi. Yusif Sərrac vacib olan günorta namazını qıldıqdan sonra oturub əlində bir cilovu tikib tamam edirdi. Cilov bilirsiniz nədir? Atın ağzına keçirilən dəmir var, yüyən. Həmin o yüyənin son hissəsində olan dəmir, həmin o dəmirin o qulpları deyək də, cilov odur bax. Həmin o atın yüyənin tikib tamam edirdi ki, müştəri cilovun o gün hazır olmasını tapşırmışdı. Bu halda meydanın qərb tərəfindən bulut kimi toz qalxır. Mollabaşı, hamısı sarayın əyan əşrəfləridir. Mollabaşı, Sərdar Zamanxan, vəzir, müstövfi, Mövlana Cəmaləddin, Münəccimbaşı, möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyan əşrəflər, mənsəb sahibləri, bir dəstə piyada və bir dəstə atlı, cah-cəlal və aram ilə gəlirlər. Yusif Sərracın dükanına çatdıqda hamısı dayanır. Mollabaşı və Sərdar irəli durub, bax, ad verir, konkret, sən də konkret əzbərləməlisən. Mollabaşı və Sərdar Zamanxan. Mollabaşı Axund Səmədlə Sərdar Zamanxan gəlir Yusif Sərracla danışmağa və Yusif Sərraca baş əyərək salam verirlər. Baş əyirlər, artıq özünü hökmdar hesab edir. Daha doğrusu özlərinə Yusif Sərracı hökmdar hesab edirlər və ona görə baş əyirlər. Yusif Sərrac ayağa durub təzim eləyir bunlara ki, bunlar nə var? Deyir, amma olduqca deyir təəccüblənir. Sonra Mollabaşı danışmağa başlayır. İlk danışan Mollabaşı olur. Və ümumiyyətlə Yusif Sərraca yaxın durub onunla diyaloqa girən Mollabaşı Axund Səməd Sərdar Zamanxan idi. Bu 2 nəfər. İlk danışanda Mollabaşı idi. Demək, qəzanın təqdirindən Usta Yusif müraciət edir. Qəzanın təqdirindən Usta Yusif, bugün sən bizim padişahımızsan. İranın səltənət taxtında bu saat Şah Abbasın yeri boşdur. Bizləri sərəfraz, xoşbəxt eləyin. Şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun, yəni baş tutsun. Yusif Sərrac çox heyrətə düşdü ki, bunlar nə danışır? Yəni hökmdar nədir, hakimiyyət nədir? Mən bir dənə yəhər tikən adamam. Mən fəhlə adamam. Məndən nə hökmdar olar? İndiki prezident də heç bilmədi ki, bu nə əhvalatdır. Onun qabağında tamam dövlət qulluqçuları durmuşdular. Hesab eləyin ki, evdə siz qəfil icra başçısı, hələ icra başçısı ən axırıncı vəzifədir.
demək, baş nazir, nə bilim, bütün müdafiə naziri filan hamısı gəlir deyir ki, sən bizim prezidentsən də belə bir şey. Onun qabağında deyir, tamam dövlət qulluqçuları durmuşdular. Bu sözləri ona özü prezident kimi hesab elədiniz. Eləməyin, elə şey olan deyil. Gedin dərs oxuyun, universitet qəbulunu pulunuzu qazanın. Bu sözləri ona İranda mətin bir şəxs hesab olunan Mollabaşı deyirdi. Amma hadisə o dərəcədə qəribə idi ki, gözü ilə gördüyü bu əhvalatın olmağına Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda deyir ki, mənim ağam Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab eləyirəm. Bilmirəm ki, dəli olubsunuz ya tiryək atıbsınız. Bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir, yetim yesir Sərrac babayam. Mən hara, taxta açara. Vallah mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizə nəyə istinad verim. Mat və heyran qalmışam. Acizanə təvəqqə edirəm ki, mənə sataşmayasınız, mənə zarafat eləməyəsiniz. Sərdar Zamanxan başlayır ki, Usta Yusif, bugün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. İkinci danışan kim olur? Sərdar Zamanxan. Deyir ki, sənin şahlığın qəbul olunub. Mollabaşının sözünə əsasən şah sarayına buyurun ki, şahın taxta çıxmağı vaqe olsun. Yusif Sərracı ata mindirirlər, əvvəlki qərar üzrə şah sarayına yola düşür. Xidmətçilərdən küçələrdə çəkilin səsi ərşə dayandı. Tamam Qəzvin əhalisi, kişili arvadlı, keçihli böyüklü pəncərələrə və damların üstünə çıxıb tamaşaya məşğul oldular. Əhvalatdan xəbərdar olmadıkları üçün hamısı heyrətdə qalır. Şah sarayının qapısında xidmətçilər Yusif Sərracı atdan düşürürlər. Mollabaşı və Sərdar Zamanxan qolundan yapışıb təzim ilə onu imarətin otağına daxil edirlər və səltənət taxtının üstündə oturdurlar. Hamı şahın sarayından çıxır. Ancaq Yusif şah taxtın üstündə oturmuş, qabağında Xacə Mübarək, başqa bir neçə xacə ilə xidmətçi başı Əzim bəy və bir neçə xidmətçi durmuşdular. Bayırda isə fərraşlar dayanmışdılar. Yusif şah Xacə Mübarəki yanına çağırıb, Xacə Mübarək də hökmdarın köməkçiləri idi, yəni saray köməkçisi də bir növ. Deyir, sən Allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Deyir ki, sən Allah, mənə söylə görüm bu hadisələr nədir? Ümumiyyətlə, bunların fikri nədir? Məndən hökmdar olar, deyir. Çünki deyir, sən həmişə Şah Abbasın içəri otağında olduğundan mümkün deyildi ki, bu qəziyyə sənə məlum olmasın. Xacə Mübarək həqiqətən saf, sadiq adam idi. Xarakteri haqqında məlumat var. Xacə Mübarəkin xarakteri haqqında məlumat var. Saf və sadiq insan olmağı onun xarakterinə nümunə ola bilər. Qəziyyəni, yəni əhvalatı əvvəlindən axırına dək Yusif Şaha nağıl elədi. Demək, həqiqətin nə olduğunu, Yusif Sərracın niyə hökmdarın yerinə gəldiyini Xacə Mübarək olduğu kimi Yusuf Sərraca danışır. Yusif Sərraca danışır Xacə Mübarək. Axund Səməd yox. Yusif Şah ağıllı adam idi. Ulduzlardan onun heç bir qorxusu yox idi. Yusif Şah ağıllı adam idi. Həqiqətən də düşünür ki, yəni ulduzlar mənə nə qaracaq? Yəni bu faldır, digər qurma şeylərdir. Deyir ki, mənə heç nə eləyə bilməz də. Ona görə də elə əlacsız qalıb səltənət işlərini, yəni hakimiyyəti idarə etməyə başlayır. Bilir ki, aslında onun heç nə olan deyil də, yəni ona görə idarə eləyir. Deyir ki, daha bir işdir. İstifadə eləyək də, oldu hökmdar heç nə. Neyniyək də? Deyir ki, başladı əvvəldən Fərraşbaşı Əsəd bəyi hüzuruna gətirir. Deyir ki, buyurdu. Bu saat 12 Fərraş. Fərraşbaşı kimi idi? Əsəd bəy. Yadda qalsın bu adlar. Deyir ki, bu saat 12 Fərraş özünlə götürərsən, gedərsən Mollabaşı Axund Səmədi, Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü, Müstövfi Mirzə Yəhyanı, Münəccimbaşı Sədrəddini və Mövlana Cəmaləddini tutub apararsan, ərkdə zindana saldırarsan. Qayıdıb gələrsən, buyruğun nəticəsini mənə söyləyərsən. Demək, Yusif Sərrac hakimiyyətə gəldiyi ilk gün həmin bu əyan əşrəflərin hamısını aradan götürür, elə acığa aparır, salır ərkdə zindana. Yadda saxlayın, ərkdə zindana salır. Qalar yadda. Qalmasa çox uyğun yadda qalacaq. Çox dəyərli məlumat verdim axı sizə. Demək, daha hansı məqam var burada? Demək, 54 dəqiqə danışırıq. Nəysə. Demək, burada hansı məqam var idi? Yusif Sərrac, burada olan əyan əşrəf nümayəndələr var. Testdə yazacaq ki, Yusif Sərrac hakimiyyətə gəldiyi ilk gün, hələ ki bura qədər düzdür. Bəli, ilk gün
Sarayda nə qədər adam varsa, hamısını tutub salır ərkdə zindana. Siz də bu qədər adı görəcəksiniz. Deyərsiniz ki, hə, düz deyir də. Xeyr. Qüdrət müəllim sizin əvəzinizdən təhlil eləyib. Bildi ki, burada Xacə Mübarəkin adı yoxdur. Həm də Xacə Mübarəklə Yusif Sərracın artıq münasibəti qaydasındaydı da. Xacə Mübarək Yusif Sərraca köməyi ilə də axı. Əvvəldə yadınızdadırsa, Xacə Mübarək Yusuf Sərraca demədi ki, yəni əslində səni bura niyə gətiriblər? Yəni səni bir növ ölümə göndərirlər də. Yəni səni istifadə etməyə görə gətirib hökmdar eləyirlər. Ona görə ona dəymir. Yəni Yusif Sərrac bütün əyan əşrəfləri ərkdə zindana saldırmır. Yadda qalar. Hamını yox. Testdə yazacaq ki, Yusuf Sərrac bütün əyan əşrəf nümayəndələrini zindana saldırır. Bu təbii ki, səhv fikirdir. Demək, Əsəd bəy baş əyib gedir. Əsəd bəy kim idi? Yazmışıq. Fərraş başı idi. Xidmətçi başı yox ha, Fərraş başı. Əsəd bəy baş əyib gedir, Yusif şahı sarayla tanış eləməyə başlayırlar. Zinət otağının qapısını açırlar, şaha göstərirlər. Yusuf demək şahın 3 qızı var idi. Böyüyü 14 yaşında, yaşları öyrənməyə ehtiyacı yoxdur. Belə məlumat üçün oxuya bilərsiniz. 14 yaşında, ortancılı 12 yaşında, kiçiyi 8 yaşında və 2 oğlu var idi. Demək bu adamın cəmi 5 uşağı var idi. 3'ü qız, 2'si oğlan. Böyüyü 14, kiçiyi, daha doğrusu ortancılı 12. Bir dəqiqə, üzr istəyirəm. Kiçiyi 8 yaşında və 2 oğlu da var idi ki, 6 yaşında və 4 yaşında. Maşallah. Qızlarının hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar, bir riyazi şal, arvadı üçün isə bir dəst paltar, riyazi şal ayırıb Xacə Mübarəkə təslim eləyib buyurdu ki, bunları apararsan Qəzvinin 2-ci küçəsində mənim qədim evimdə arvadıma yetirərsən. Demək Qəzvinin 2-ci küçəsində qalırdı bunun arvadı və Xacə Mübarək aparacaq idi bu şey-şüylərin hamısını. Deyərsən ki, mən tərəfdən narahat olmasın, sabah oğlanlarımı huzuruma göndərsin. Artıq hökmdarda axı. Xacə Mübarək şeyləri 2 nəfər xidmətçi ilə götürüb getdi. Sabahı gün Yusif Şah salam otağına təşrif gətirib dostları Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili və Mirzə Zəkini çağırtdırdı. Demək, hakimiyyətə gəldiyi günün sabahısı ha, həmin günü yox, sabahısı Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili, Mirzə Zəkini çağırtdırdı. Şahın onlara hər barədə möhkəm inamı var idi. Mollabaşlıq mənsəbini Molla Ramazana verdi. Mollabaşı Molla Ramazan. Demək, Axund Səmədin yerinə keçir Molla Ramazan. Sərdarlığı Qurban bəyə həvalə eləyir və buradan belə bir nəticə çıxır ki, Sərdar Zaman xanın yerinə Qurban bəy keçir. Testdə düşəcək. Vəzirlik, xanlıq ləqəbi Mirzə Möhsünün yerinə Mirzə Cəlil gəlir keçir. Müstəhüliyi Mirzə Yəhgənin yerinə Mirzə Zəki gəlir. Qalar yadda. Münəccimbaşlıq mənsəbini bilmərlər ləğv edir ki, dövlətə və millətə zərərdən başqa bir faydası yoxdur. Münəccimbaşlıq mənsəbi, münəccimbaşı nə idi? Falabaxan. Falabaxan işin ləğv edir. Testdə düşəcək. Mollalıq deyil. Axundluğu ləğv edir. Neyinir? Səhv fikirdir. Münəccimbaşını ləğv edəcək. Qalar yadda. Mənsəbini bilmərlər ləğv edir ki, dövlətə və millətə zərərdən başqa bir faydası yoxdur. Buyurdu ki, tamam vilayət hakimlərinə elannammə. Bax, buradan bu tərəfə imtahana demək olar ki, 99% düşən məsələlər başlayır. Və ümumi olaraq təbii ki, əsərin hər bir materialı faydalıdır. Sadəcə bura daha çox diqqət etmək lazımdır. Görək nə var. Deyir ki, münəccimbaşlıq mənsəbini ləğv edir. İndi keçirik Yusif Şahın islahatlarına. Hələ biraz var. Demək, buyurur ki, tamam vilayət hakimlərinə elannamə və bunların hamısını çıxardıb bircə-bircə verəcəm inşallah sizə. Təkidli hökm göndərilsin ki, bu gündən sonra şərafətli şəriətin icazəsi olmadan bir müsəlmanı bir şey almaq məqsədi ilə sıxışdırmağa heç bir cürət etməsin və bacarmasınlar ki, məhz öz keyfləri istədikləri bir kəsi cərimə edələr, qətlə yetirələr, burun qulağın kəsələr, gözün çıxardalar. Hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcılar təyin edir. Testdə düşəcək ha. Demək, hər bir vilayətə baxıcılar təyin edir. Gedib vilayətlərin əhvalatından və xalqın ehtiyacından xəbərdar olub gəlib danışsınlar. Buradan bu tərəfə Yusif Şahın elədikləri nə varsa hamısını öyrənmək lazımdır. Bircə-bircə. Nə var? Əzbər. Danışdıracağım.
Nə deyir? Vilayətə inanmış baxıcılar təyin elədi ki, gedib vilayətlərin əhvalatından, xalqın ehtiyacından xəbərdar olub gəlib danışsınlar. Yusif Şah bu baxıcıları hüzura istəyib dedi ki, vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar. Nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar. Bu sözləri xatırlatdıqdan sonra şah baxıcıları buraxır, sonra buyurur ki, vergi məbləği orta miqdaradək azaldılsın. Testə salacaq ki, Yusif Şahın islahatları sırasına daxil deyil. Yusif Şah vergi məbləğini tam azaldır. Fikri səhvdir. Və yaxud da sonadək azaldır. Fikri səhvdir. Xeyr, orta miqdaradək vergi miqdarını azaldır. Əmr eləyir ki, hər yerdə yollar təmir olunsun. Demək, yolları təmir elətdirir, lazım məqamlarda, mənzillərdə körpülər, kərvansaralar tikilsin deyir. Hər bir vilayətdə xəstəxanalar düzəldilsin, mədrəsələr açılsın, susuz yerlərə su çıxarılsın, dullara, yəni həyat yoldaşı olmayan qadınlara, yetimlərə, şillərə, körlara yardım və himayət göstərilsin. Vilayətlərdə hər kefi istəyən öz başına özünü ruhani sinifinə daxil eləməsin. Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Ruhani sinifi hər yerdə xalqın ehtiyacına kifayət edəcək miqdardan artıq olmasın. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etdi ki, səltənətə möhtac olsunlar, yəni hökmdara möhtac olsunlar, hakimiyyətə möhtac olsunlar, mənsəb sahiblərini şahın xidmətindən zülm əhlinə çevirməsinlər, məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir, ruhanilərin əlindən alınıb mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi ki, millət məhkəmə cəhətindən özlərini ruhaniyə möhtac görüb, təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsin. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın, vilayətlərin füqarasına dəftər üzü ilə səhv olsun və hesabı divana gətirilsin. Füqaranın bəzisi dini vergilərdən fayda alıb, bəzisi məhrum qalmasın. Əmr etdi ki, xümus və imamalı verilməsin. Demək, xümus və imamalı vergisin ləğv elətdirir. Belə ki, bir dənə sual verirəm. Taparsınız. Bəs İskəndər hansı vergini ləğv elətdirmişdi? Demək, əmr etdi ki, xümus və imamalı verilməsin. Belə ki, millət dilənçilik zillətindən azad olub, sair xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin. Bu xüsusda mötəbər ruhanilər Yusif Şaha fiqh kitablarından hökmlər çıxarıb göstərdilər. Vilayətlərdə elannamələr göstərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsilə, rüşvət vasitəsilə hakimiyyət qazanmağın təmənnasında olmasın. Səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, demək hökmdar Yusif Sərrac səltənətin mədaxilinin artırılmasına qərar qoyur və qərar o idi ki, tacirlər, bəyzadələr, xanandələr, şahzadələr, ruhanilər, seyidlər, başqa sinifin əmlakının mədaxilindən şəhərlərdə 1/10, kəndlərdə 20/1 xəzinəyə vergi versinlər. Testdə yazacaq ki, şəhərlərdə 1/10, kəndlərdə 20/1 hissə xəzinəyə verilsin. Testdə yazacaq ki, şəhərlərdə 20/1, kəndlərdə 1/10 hissə xəzinəyə verilsin. Daha dəqiq desəm, əgər riyaziyyatınız güclüdürsə, biləcəksiniz ki, 1/1 20/1-dən çoxdur. Ona görə də deyəcək ki, testdə Şah Abbasın islahatına əsasən şəhərlilər kəndlilərə nisbətən daha çox vergi verirdilər. Düşəcək ha, ey insanlar. 20/1 10/1-dən azdır. Bunu riyaziyyat müəllimimizə deyərsiniz, bilər. Qoşun xalqının xidmətçilərinin məvacibi əsla çatmamış qalmasın ki, səltənətin nöqsanıdır. Bəlkə həmişə vilayət xəzinələrindən təxirsiz verilsin. Alış-veriş edənlər üçün əmlakın qiymətindən, xəzinənin nəfi üçün tümənə 5 şahı təyin olunsun. Hamısı düşəcək yoldaşlar. Bunlar xahiş edirəm əzbər öyrənin. Yusif Şah bilirdi ki, Miraxur yay fəsli padişahlıq atlarını yaylağa aparıb bəslənmə bəhanəsi ilə ətraf xalqın çox əziyyət və cəfa yetirir. Onları çapıb talayır. Demək, Miraxur neynirdi? Yay fəsli padişahlıq atlarını yaylağa aparır. Yəni, padişahın atlarını yaylağa aparıb bir növ insanlara hədə qorxu gəlir, onlara əziyyət verir.
Atlar oraları çapırtalayır, topxana əmri, topçuların hamısı üçün xəzinədən məvacib götürüb, heç birinə bir qəpik də vermir. Demək, Miraxur hökmdarın atlarını yaylağa aparıb orada insanlara əziyyət verir. Hökmdarın atıdır deyə insanları çapıb talayır, onların otlaq sahəsini otarır. Topxana əmri topçuların hamısı üçün xəzinədən məvacib götürür, amma heç birisinin maaşını vermir. Neynir topxana əmri? Topçuların heç birisinin maaşını vermir. Xəzinədar neynir? Padişahlıq pulunun içinə çoxlu saxta pul qatır, xalqa dağıdır. Demək, xəzinədar neynir? Xəzinənin içinə saxta pul qatıb insanlara dağıdır. Qəzvin bəylərbəyisi neynir? Xalqdan hədsiz dərəcədə rüşvət alır. Bəylərbəyi rüşvət alır. Yadda saxlayın bunları. Darğa dövlətlilərə füqəranın müqabilində üz görür. Neynir dalğa? Dövlətlilərə, varlılara, füqəraların, nə yazıb bura? Füqəraların müqabilində üz görür. Nəyinsə müqabilində, demək, dövlətlilərin işini yerinə yetirirdi də. Demək, kəndxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. Qəzvin bəylərbəyisi Qəzvin küçələrini natəmiz saxlayır yazacaq testdə. Bax, yazacaq ha. Qəzvin bəylərbəyisi yox, kəndxudalar bəylərbəyə rüşvət alırdı. Kəndxuda Qəzvinin küçələrini natəmiz saxlayırdı. Deyir, onların hamısını vəzifədən çıxarır, yerlərinə tanıdığı münasib adamları təyin eləyir. Mollabaşı Axund Səməd burada yazıb demək. Səməd neynir? Ərkin zindanında. Demək, bunların hamısı Ərkin zindanındaydı axı. Dustaqxana məmurundan. Kimdən? Dustaqxana məmurundan. Məktub yox ha. Dustaqxana məmurundan eşidir ki, onun mənsəbini Molla Ramazana, yəni onun vəzifəsini, onun yerini Molla Ramazana verirlər. Qüssədən birdən-birə həlak olur. Ölən kim idi? Axund Səməd idi. Yadda qalar. Yusif Şah dəxi əmr etdi ki, Qəzvin küçələri genişlənsin, küçədə açıq olan quyular örtülsün ki, gedib gələn onlara düşməkdən hifz olunsunlar. Xalqın ərzinə qulaq asmağa, dadına yetişməyə qayda qərar qoydu və buyurdu. Bahalıq olduğu üçün Qəzvinin füqərasına padişahlıq anbarından buğda verilsin. Bilikli adamlardan, mahir quyu qazanlardan bir müşavirə məclisi düzəldilib, Qəzvinə su çıxarmaq üçün danışıq olsun. Tədbir və təkliflər padişaha təqdim edilsin. Yusif Şah taxta çıxmasından bir həftə keçir. Testdə düşəcək. Yusif Şah taxta çıxmasından 3 həftə keçəndən sonra, 3 gün keçəndən sonra, səhvdir, 7 gün keçəndən sonra. Amma 7 gün keçəndən sonra düzdür. Bir həftə ilə 7 gündür də. Mənim də riyaziyyat müəllimim yaxşı olub ha. Görürsünüz nə yaxşı hesablayıram. Demək, taxta çıxandan bir həftə sonra nə edir? Hər gün onun xeyirxahlığından, ədalətindən növbənöv əlamətlər xalqa aşkar olundu. Testdə yazacaq ki, Yusif Sərrac hakimiyyətə gələn kimi hamı onun xeyirxahlığından, ədalətindən növbənöv əlamətlər xalqa, daha doğrusu xeyirxahlığı, ədaləti insanlara aşkar olur. İnsanlara məlum olur. Səhvdir. Taxta çıxandan bir həftə sonra İran üçün xoşbəxtlik günləri, şadlıq əyyamı başlayır. Qəzvin əhalisi hər gün qala qapılarından adam şaqqalarını asılmış görmürlər. Şah meydanında cəlladların adam şaqqalamalarını, dardan asmalarını və göz çıxarmalar müşahidə etmədilər. Bu əhvalat onlara xeyli qəribə görünür. Əvvəl dedilər, görünür bu padişah çox rəhimli, yumşaq təbiətli adamdır. Sonra onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bunun süst rəyliyə və zəif məcazlığa yozdular. Bundan əlavə dəxi Yusif Şahda min cür özgə eyib tapdılar. Yəni yaxşı insan həmişə belədir də, hər zaman onun başına min cür oynaçıb aradan çıxardırlar. Görürlər ki, ədalətlə hakimiyyəti idarə eləyir. Onun bir növ deyirlər ki, 100% orada nəsə var. Zülmə öyrəşmiş xalqdır ha. Zülmə öyrəşmiş xalqı ilə zülmlə idarə eləmək məncə daha yaxşıdır. Daha doğrusu əsərə əsasən o qənaətə gəlmək olar. Mən öz fikrimi deməyəcəm. Demək, nə edirlər? Yusuf Sərracın bir növ torbasını tikirlər, onu salırlar yola. Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq onun qənimət bilməyə fürsəti fövt etmədilər. Nə edirlər? Bir növ bu vəziyyətdən nəticə çıxarıb qənimət bilirlər ki, yəni ondan istifadə edib
üsyan qaldırıb bu Yusif Sərracı vəzifədən çıxartmaq olar da. 3-4 günün müddətində bütün nəzərdə tutulan adamlar görüşdülər. Hamısı üsyan, meyil və hazırlıq göstərdi. Fitnəkarlar qərar verdilər ki, sübhdən padişahlıq sarayına əhatə etsinlər və içəri girib Yusif Şahı taxtdan yerə salıb həlak eləsinlər. Sonra özlərini Səfəviyyə nəslindən bir təzə padişah tiksinlər, qərara alınmış. Demək, Səfəviyyə nəslindən bir təzə padişah tiksinlər. Demək, üsyançıların fikri Şah Abbası hakimiyyətə gətirmək deyildi, ha. Sadəcə Yusif Şahı hakimiyyətdən devirib Səfəviyyə nəslindən bir təzə adam, yeni bir adam gətirmək istəyirdilər. Və burada da bir nitqimi bir fikirlə demək əsaslandırım. Yusif Sərracın hakimiyyətdən getmə səbəbi onun yumşaq təbiətli olması idi bir növ. Yumşaq təbiətliyindən istifadə olunması olacaq. Aydındır? Yəni orada Yusif Sərracın heç bir səhvi yox idi. Testdə yazacaq ki, Yusuf Sərrac hakimiyyəti narazı salmağa çalışır və yaxud da həm hakimiyyətə zülm edir, ona görə də hakimiyyətdən devrilir. Bu təbii ki, səhv fikirdir. Demək, nədir burada məsələ? Demək, fitnəkarlar qərar verdilər ki, sübhdən padişahlıq sarayını əhatə eləsinlər və içəri girib Şah Abbası taxtdan yerə salıb həlak eləsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padişah, bayaq dedim, tiksinlər. Qərar alınmış gün sabah, demək, sübh çağında hələ padişahlıq sarayının qapıları açılmamış, çoxlu süvari və piyada silahlı olaraq onun ətrafını bürüdülər. Yusif Şah əhvalatdan xəbərdar olub buyurdu ki, sarayın qapılarını açmasınlar. Bu halda Yusif Şahın tərəfdarları dərhal xəbərdar olub silahlandılar. Qiyamət bərpa olundu. Axırda Yusuf Şahın tərəfdarları məğlub olub, hər kəs bir növ ilə başını mərkədən qıraq çəkdi və canını qurtardı. Demək, testdə yazacaq ki, Yusuf Sərracın demək, tərəfdarları müqavimət göstərmirlər. Fikri səhvdir, çünki göstərirlər. Gör nə deyir? Deyir ki, məğlub olur. Bax görsən, müqavimət var burada. Fitnəkarlar hücum edib Şah sarayının qapılarını sındırırlar, içəri daxil olub Yusif Sərracı, Yusuf Şahı axtarırlar, amma tapa bilmirlər. Şah itkin oldu. Gün batdı, hər kəs öz evinə, mənzilinə qayıtdı. Daha burada Yusuf Şah haqqında heç bir məlumat yoxdur. Hara gedir, neynir biz bilmirik. Üsyan və qovğa sakit olur. Sabahısı gün üsyan başçıları tezdən Ərkə gedirlər. Həmin gün yox. Üsyan günü yox. Sabahısı gün Ərkə gedirlər. Orada Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsümü, Müstəvhi Mirzə Yəhyanı, Mövlana Cəmaləddini, Münəccim başını həbsdən çıxardırlar. Hamısı ayağa durub gəlirlər. Şah Abbas gizlənən evə, onu oradan çıxardıb Şah sarayına yetirdilər. Taxt tacına əvvəlki kimi malik oldu. Hər iş köhnə qərar üzrə sürət tapdı. Güya ki, heç bir hadisə vaqe olmamışdı. Elə bir ki, heç nə olmamışdı. Vəssalam. Bu ulduzların axmaqlığına bax, bu müəllifin demək, münasibətidir. Testdə düşəcək. Düşəcək ki, müəllifin hadisələrə münasibəti var. Bəli, bu müəllifin sözüdür. Axundzadənin, Mirzə Fətəli Axundzadənin nitqidir, fikridir. Deyir ki, bu ulduzların axmaqlığına mən təcrübə edirəm ki, necə bilmədilər ki, İran əhli onları aldadırlar. Belə sadəlik olurmu ki, ulduzlar özlərini İran əhlinə aldatdırıb, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt elədilər. Şah Abbası kənar qoyub 40 il sərasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar, deyir. Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü. Demək, Şah Abbas gör necə zülmkar bir alçaq insanıymış ki, oğlunun birini öldürür, ikisinin gözünü çıxardır. Dəxi oğlu yox idi. Ona nəvəsi varis olur. Oğlu niyə yox idi? Çünki bir oğlunu öldürür, ikisinin gözünü çıxardır. Demək, bunun 3 dənə oğlu var imiş. Birini öldürür, ikisinin gözünü çıxardır və hakimiyyətə onun nəvəsi varis olur. Amma ulduzları da qınamaq olmaz. Bunu Axundzada deyir. Deyir, ulduzların heç vaxt xəyalından keçməzdir ki, İran əhli onları aldadacaqdır. Həqiqi padişahın əvəzinə süni bir padişah onların sədəməsinin altına salacaqdır. Vallah, bu İngilis tayfası qəribə axmaqdır. Belə xətərli millət ilə az qalmışdı cəngi başlayalar. Bu da bilirsiniz nədir? O dövrdə İngilislər İran dövləti ilə savaşmağı istəyirdi. Əsər dedim axı, demək 19-cu əsrin 50-ci illərində yazılıb da. Bax, o dövrdə İngilislərlə İran savaşırdı, Səfəvilər savaşırdılar. Daha doğrusu savaşmağa qərar almışdılar. Əsər ilə o dövrdə yazılmış deyə müəllif də götürüb bu cümləni yazır. Yazır ki, İngilis tayfası deyir, qəribə axmaqdır. Belə xətərli, yəni hər şeyə inanan millət ilə az qalmışdı ki, cəng başlayaq. Az qalmışdı ki, müharibə başlayaq. Yəni belə bir savadsız cahil insandan nə müharibə başlayacaq? Belə
İnanıram ki, möhtəşəm formada təhlil elədik və siz də demək fayda qazanacaqsınız. Burada əlavə olaraq təhlillər var. Orada bunların hamısını oxuyacaqsınız. Demək sizə zehin açıqlığı arzulayıram. Növbəti təhlillərdə də görüşərik. Oxuyun hamısını, möhtəşəm oxuyun. Bunlar hamısı test cavablarıdır. Axıra qədər bax. Bunların hamısını oxuyacaqsınız. Oldu? Bircə-bircə. Daha sonra bunları oxuyacaqsınız bircə-bircə. Hamısı test materiallarıdır. Oldu. Özünüzə yaxşı baxın. Sağ olun.